Salam, hər vaxtınız xeyir. 2022-ci ilin olimpiada suallarına baxacağıq. Xəritə sxemi əsasən Naxçıvan ərazisində yağıntıların orta göstəricisinin ən böyük qiymət aldığı aralıq. Deməli, biz baxırıq dağlıq zonaya və maksimumda 4-cü rəqəmdir. Buradan 4-cü rəqəmə baxırıq ki, 600-1000 arasında dəyişir. Deməli, düzgün cavabımız olacaq D variantı. İkinci sualda yüksək təzyiq mərkəzlərini göstərin. Ümumiyyətlə külək yüksək təzyiqdən alçaq təzyiqə doğru əsir. Birə baxsaq, kənardan mərkəzə əsib. Yəni kənarda yüksək təzyiqdir, mərkəzdə alçaq. Amma bizdə mərkəzdə yüksək təzyiqi soruşur. Ona görə 1 getdi. 2-də mərkəzdən kənara əsir. Deməli yüksəkdən alçağa əsir. 2-ni götürdük. 3-də yenə də mərkəzdən kənara əsir. Yüksəkdən alçağa doğrudur. 4-də isə kənardan mərkəzə doğru gəlir. Ona görə də bu olacaq yanlış fikirdir. 2 ilə 3-ü götürəcəyik burada. A variantı. 3-də şorsulu gölləri müəyyən edin deyir. Assal gölü şorsuludur. Tanqayka şirinsuludur. Baskuncak şorsuludur. Viktoria şirinsuludur. Elton şorsuludur. Batabat şirinsuludur. Burada cevap olacaq 1, 3, 5. C variantı. 4-ə baxırıq. Canlı aləm müxtəlifliyi ilə fərqlənir. Bitki və heyvanların yiyən üzvü aləmin təxminən 2,5 milyon növü vardır. Yer kürəsində növ tərkibinə görə heyvanlar, üzvü kütlənin miqdarına görə isə bitkilər üstündür. Lakin okean və qurda bu fərqlidir. Qurdakı canlı aləmin 92%-ni bitkilər, okeanlarda isə 94%-ni heyvan və mikroorqanizmlər təşkil edir. Günəş enerjisi və istiliyi bitki, heyvan və mikroorqanizmlərin bir-biri ilə və eyni zamanda yerin digər təbəqələri ilə daim əlaqəsini təmin edir. Doğru fikirlər soruşur. Bir də deyir ki, dəniz və okeanların sahəsinin genişlənməsi heyvanların kütləsinin azalmasına səbəb olur. Burada bizə deyir ki, okeanların 94%-ni heyvan və mikroorqanizmlər təşkil edir. Əgər dəniz və okeanların sahəsi genişlənsə, heyvanların kütləsi də artacaq, azalmayacaq. Bir yanlışdır. Bir olan variantlar çıxaq. 2. Heyvanların növ tərkibi bitkilərin növ tərkibindən daha zəngindir. Bu da doğrudur. Çünki okeanlar daha geniş sahəni əhatə edir və 94% heyvan olduğuna görə, qurunun isə 92% bitki olduğuna görə heyvanlar bitkilərdən növ tərkibinə görə daha zəngindir. 2-ni götürürük. Atmosfer və hidrosferin qarşılıqlı əlaqəsini formalaşdıran günəş enerjisidir. Doğrudur. Deməli cavab 2, 3 olacaq burada. 4-ə baxaq. Bitki və heyvanların, yəni üzvü aləmin təxminən 2,5 milyon növünün mövcud 2,5 milyon növünün mövcud olmasına yer səthinin relyefinin təsiri yoxdur. Ümumiyyətlə relyefin hər şeyə təsiri var. 5-ci suala baxaq. Okeandan qövsvarı adalarla ayrılan dənizləri müəyyən edin. Qara mərmərə olmaz. Bering, Oxot. Elə burada B variantı olacaq. Niyə görə? Deməli, bura baxsaz, burada Bering dənizi yerləşir, burada isə Oxot dənizi yerləşir və bunlar qövsvarı adalardır. Ona görə cavab olacaq Bering və Oxot dənizi.